Məsələn, desinlər ki, sən tək Allahlıqdan danışırsan ancaq. Ancaq tohid, tək Allah, ocaq olmaz, pir olmaz, şirk olmaz. Deyirəm ki, qardaş, Allah Teala 14 əsr bundan əvvəl Quran-ı Kərimi buna görə nazil edib. Və bundan da əvvəl bütün peyğəmbərlərin gəlişinə və bütün kitabların enməyinə səbəb bu olmuşdur ki, insanlar tək olan Allaha ibadət edib, tağutdan, şirkdən çəkinsinlər. Bunun harası vahabizm oldu? Desələr ki, yox, onlar saqqal saxlayır, vahabidir. Deyirəm, qardaş, saqqal Adəm əleyhissalamdan qalma bir şeydir. Saqqal bütün peyğəmbərlərin sünnəsi olub. Və nəinki peyğəmbərlərin, hətta namaz qılmayan, içki içən, müsəlman olmayan insanlar qədim devirdə saqqal saxlayırlar. Yaxşı desələr ki, sən əli bağlı namaz qılırsan, sən vahabisən, deyilən, ay qardaş, birinci Saudiyədə yox, dünyanın hər yerində müsəlmanlar əli bağlı namaz qılırlar. İlla ki, İran, İraqın bir hissəsi və s. Desələr ki, sən 5 vaxt namaz qılırsan, deyilən, Allah Teala Quran-ı Kərimdə namazı 5 vaxt əmr eləyib. 3 əsr bundan qabaq Muhammed ibn Abdülvahab gətirməyib bunu. Desələr, qadınlarınızı örtürsünüz, bürüyürsünüz. Deyilən, bu Allah Teala'nın Quran-ı Kərimdə 1400 il bundan qabaq nazil etdiyi hicab ayələrində əmr olunub. Desələr, onlar toya gedmir, içki məclisinə gedmir, vahabidirlər. Və yaxud da gəlsən qohumuma, qardaşa deyirsən ki, mən üzr istəyirəm, sizin toya gələ bilməyəcəm, təbrik edirəm, Allah xoşbəxt deyir. Deyirsən də deyəsən vahabisən. Ya qardaş, içki məclisinə getməmək haçandan vahabiliyi olub? Peyğəmbər sallallahu aleyhi ve sellem içki məclislərin lənətləyib, içki içən, düzəldən, gətirən, satan, tapdalayan, əzən, əkən, içki için. Hamısı lənətlənib. Yəni, bunu, kimdir ki, bu 3 əsr bundan qabaq Saudiyə devləti gətirib? Saud qəbiləsi gətirib. Və yaxud da Muhammed ibn Abdülvahab gətirib. Bir şey gətirin. Desələr, onlar balaqların biraz qısaldırlar, demək vahabidirlər. Qardaş, balaq qısaltmaq barədə, yəni sən bunu qəbul edərsən, elməzsən, öz işindir. Heç kəsə heç nəyə məcbur edə bilməz. İnsanlar hamısı azaddılar. Özün bil, istəyirsən, sən uzun geyin, qısa geyin. Önəmi yoxdur bizsin. Lakin 1400 il bundan qabaq hədislər var Peyğəmbər sallallahu aleyhi ve sellem şərafətli ağzından çıxan. İmam Buxarinin, Müslimin və digər hədis kitablarında, hansı ki İslamın ilk devirlərində, İslamın hicrətin 2-ci, 3-cü əsrində, 4-cü əsrində yazılan kitablar var. O kitabların içində doludur bu hədislərlə. Haçandan bu vahabilik oldu? Bir şey gətirə bilməzlər.